Azərbaycanın tanınmış aktrisası vəfat edib. Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının aktrisası Məsumə Babayeva dünyasını dəyişib. Sfera.az oxu.aza istinadən xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkədə paylaşım ediblər. Qeyd olunub ki, 74 yaşlı Məsumə Babayeva vəfat edib. Xatırladaq ki, Məsumə Mustafa qızı Babayeva 23 sentyabr 1951-ci ildə Bakı şəhərində anadan olub. O, xəstəlik səbəbindən dünyasını dəyişib. Allah rəhmət eləsin.